Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, Uca Allah Əş-Şura surəsinin 40-cı ayəsində belə buyurur. Və cəzəu seyyiətin seyyiətun misluhə fəmən afə və aslihə fəəcruhu aləllah. Pisliyin cəzası özü kimi cəza verilməklə həyata keçirilir. Yəni, kimsə sənə bir pislik edibsə, ondan əvəzini çıxa bilərsən, ondan qisas ala bilərsən, onun cavabını verə bilərsən. Lakin, ayənin ardına baxın. Kim əfv etsə və aranı düzəltsə, onun mükafatı Allaha aid olar. Yəni, qiyamət günü Allah ona çoxlu mükafat verər. Bu cür addım atdığına görə. Hamınız bilirsiniz, indiyədək kimlər mənə böhtan atıb, ittiham edib, barəmdə əsassız danışıb, hamısının cavabını vermişik. Əsaslı şəkildə cavab vermişik. Bu da bizim haqqımızdır. Həmin bax bu dediyim ayəyə görə Allah buna izin verir. Lakin nə qədər qardaşlar bizə nəsiyyət edir ki, baş qoşmayaq onlara, cavab verməyək. Və əlhəmdülillah bir neçə gün bundan əvvəl alimlərin bu xüsusda olan nəsiyyətinə rast gəldim. Alimlər nəsiyyət edir ki, belələrinə cavab verməyək. Əksinə, unudaq onları. Lakin eyni vaxtda da alimlər nəsiyyət edir ki, onlara gözəl şəkildə, gözəl tərzdə cavab, həm də bu cavab sanki onlar üçün bir nəsiyyət olacaq. Bu nəsiyyətdən sonra ağlı başında olan insan artıq belə ittihamlara, böhtanlara əl atmayacaq, əksinə utanacaq və ola bilsin ki, aranı düzəltsin. Ətrafındakılar da həmçinin başa düşəcək ki, fəsad yaymaqda heç bir fayda yoxdur. Alimlərin nəsiyyətinə diqqət edin. Kim sizə böhtan atır, barənizdə pis danışır, sizə pislik edirsə, onlara nə cür cavab verirsiniz? Deyirsiniz ki, Allah məni də, səni də bağışlasın. Mənə də, sənə də hidayət versin. Ədalətli hakim olan Allahın hüzurunda görüşərik. Ədalətli hakim olan Allahın hüzurunda görüşərik. Və mən sənin mənə elədiyin pisliyin əvəzini çıxan deyiləm. Axirəti gözləyəcəm. Görün, necə gözəl cavabdır. Allahdan istəyim budur ki, ömrümüzün sonuna dək bizə pislik eləyənlərə bu cür cavab verməyi bizə nəsib eləsin, bizi haqq yoldan ömrümüzün sonuna qədər sabit qədəm etsin. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.